Amma qədr gecələri, در həqiqət Qur'an gecələri bir dəyərli fürsətdir ki, bizlər öz rabitəmizi Allahla tazaşdan istehkam verək. Bağlayaq, möhkəmlədək. Möhkəmlədək. Bu iki Qur'an-ı Məciddə buyurur, şəb qədr gecəsi 1000 aydan əfzəldir. Bu məna və bu diqqət eləməli məfhum bu gecənin əhəmmiyyətin əvvəldə bəyan edir. Yəni bir qustərdə və böyük bir həcmə az zaman bu gecədə yığışıb və mütəcəlli olub ki, biz əgər eləyə bilək bu gecə özümüzü Allah təbarək və teala'ya düyünləyək, o ittisalı icad eləyək, biz 1000 ay mələkut aləmdə özümüzü qabağa salmışıq. 1000 ay ki, be təbir, bəzi təbirlər 83 il, 30.000 gün biz özümüzü aləm, mələkut aləmdə özümüzü Allaha yaxınlatmışıq. Bu gecə bir əhəmmiyyətli gecədir. Odur ki, bu gecənin əhyası, oyaq qalması, Allahla münacat o raz-ı niyaz eləməsi həmişə tövsiyə olubdur. Və bu gecədə biz gərək nəhayət diqqətimizi eləyək. Mən icazə versəz istinad eləyim. Əmir-əl-Mömininin öz fərmayişinə buyurdu: "Əl-fürsətü təmurru mərrəs-səhab fəntəhzu furusəl-xeyr." Zaman, fürsət geçər buludlar kimin در حال getməkdir. Siz bu fürsətlərinizi tez dərk eləyin, bu fürsətlərinizdən nəhayət bəhrəni aparın ta eləyə biləsiniz bu gecə cüz o şəxsiyyətlər olasınız ki, Allahın rəhmətinin yağışının altında islanır. İnşallah. Məğfur